Məsələn, 10 nəfərə 50 adamın yeməyini niyə verirsən ki? 50 nəfər çağır, 50 adamın yeməyi verginəndə özə bol verginə. İftar süfrəsi, bolluq, mədəni belə doldurmaq eşqi. Allah Teala da insanların kişiyikləndirir ki, düz yola gəlsinlər. Bir ay böyük bir də hamilist elan edir. Deyir ki, sən bunda qazanmağın sən haramdır. Deyirəm, niyə? Deyir ki, bunu müsəlman yaratmayıb. Allaha o cürünə yaxınlaşmalısan. Falan şeyi israrla, ərklə istəməlisən. Allahın hər şeyi bilməsi insanın azad iradəsini məhdudlaşdırmır. Yoxsa ki, filan kəsə qarğış edir, filan kəsi söyür. Əgər ona layiqdirsə, bəli. Bəndə Allahdan qorxmalıdır, yoxsa Allahı sevməyə kifayət edir? Qorxusuz sevgi mümkün deyil. Ən böyük büt sənin neyin uğrunda yaşadığın. Görür öz işi çətindir. Mənim aləmdə bu belədir, sən özün bilərsən. Bəs Rəbbil aləmin harda qaldı? Salam, mən Hüseyin Nağıyev təqdimatında üzləşməyə baxışız. Bugünkü qonağımız Axund Azər. Salam, xoş gəlmişsiniz. Aleykümselam. Axund sözün mənası və nə işə baxır? Axund, yəni dini rəhbər. Bir yerin, bir müəyyən bir yerin dini rəhbəri. İndi məsəl üçün məscidlərdə adətən Axund olurdu. İndi Axund adını deyəsən yığışdırıblar, imam eləyiblər. Yəni imam da başda gedən deməkdir. Yəni ümumiyyətlə Axund deyəndə, yəni hardasa dini işlər üzrə bir rəhbər, məscidi idarə eləyən, dini ayinləri icra edən, aparan bu mənada bir məscidin böyüyü kimi. Ancaq məndə hələ mən rəsmi Axund olmamışdan əvvəl də hələ mənə Axund deyirdilər. Ola bilər ki, dədə-babadan belənsinə ki, babamın ki, atası Axund olub, ona görə ümumiyyətlə hələ ad çəkmədən Axund deyəndə hələ məni bilirdilər də bu cürünə. El arasında elə bir qəbul olmaqdır. Bu cürünə götürək ki, ləqəb kimi. Azərbaycan cəmiyyətində İslam dini ən çox hansı aspektlərdə qəbul edilir? Mədəniyyət, adət-ənənə, yoxsa qanun kimi? Bunu konkret bölmək olmaz. Mən durum deyim faizlə ki, bəziləri belə, bəziləri belə. Sizin nəzəriyyəniz, sizin yaşadıqlarınızda? Hər üçü də var. Bəzi adam üçün din fəqət mənəviyyatdır və sonra. Ancaq mənəvi məsələlərdir. Adam var ki, din onun üçün bütün yaşayışdır. Bütün, tam. Yəni, şəxsən mənim üçün belədir. Yəni, bir insanın namaz qılmağı nədirsə, yemək də odur. Yəni, insan hər halında, necə ki, namazda, indi tabii ki, namaz bir başqadır da, rəsmi ayindir də, bir icra eləyirsən, onu ancaq dayanmalısan, tutalım üzü qibliyə, başqa hərəkətlər olmaz filan. O cür nə demirəm, yəni bir ibadət baxımından, yəni Allahın nəzərindəsən, sən hər vaxt Allah sənə nəzarət eləyir. Yemək yeyəndə də, çay içəndə də, yatanda da, duranda da, işdə də. Əslində namaz ona görədir ki, namazda ki, özü Allahın huzurunda bilirsən, bu nə qədər çəkir? 3 dəqiqə, 5 dəqiqə. Onu sən həyatına yansıtmalısan ki, bütün həyatın elə olmalıdır ki, daim özünü nəzarətdə bilirsən. Mənim üçün din bu. Din, yəni bütün həyatını Allah istədiyi kimi nizamlayasan. Allahın istədiyi kimi. Necə ki, yox, mənim ürəyim istəyir, səhər durum, gedim işə və yaxud da işdən gəlim, gedimlə bazarlıq eləyim. Bu da ümumi yaşayışımız, bu cürlə əylənim, deyim, gülüm. Bunu özü başına yox. Qanunlar çərçivəsində. Bəli, Allah necə istəyirsə, amma robot kimi yox, ha. Bu məsələ əsas məsələdir. Xeyr. Başa düşərək? Başa düşərək, düşünərək. Mütaliə məsələsi deyil məsələ. Düzdür, mütaliə yaxşı şeydir özün üçün. Amma bütün bunları əsas nədir? Əsas sözümün canıdır ki, sən başa düşməlisən ki, bu namazındır sənin, bu bayaq dediyim bütün o həyatı ilahi rəngə qatmaq, bu sənin ruhun ehtiyacıdır.
Biz təəssüf ki, cismimizin ehtiyacını yaxşı verə bilirik. Ana südündən başlamış, sonra keçirsən malışa, fulana, sonra nə bilim, püre eləyirsən falan, axır ta gəlirsən, hər növ cismi və qulluq eləyirsən. Bezdim bugün filan yeməkdən, gedək bir dənə də filan şeydə yeyək, özdə filan mənzərədə yeyək. İnsan cisminə o qədər qulluq eləyir ki. Amma ruhun qabağına hələ bir şey atır ki. Halbuki cismi cismələyən ruhdur ya. Ruh ki çıxdı, nə qədər sənə əziz olur olsun, aparırsan, atırsan torpağın dibinə. Saxlaya da bilməzsən, imkan da vermir cisim saxlamağa ki, ifunət basır aləmi. Yaxşı, axı sənin cismi cismələyən o ruhun idi, bir ömür ruhuva nə yedizdirmişsən? Bəli, mən yedizdirmişəm, məsəl üçün, filan kitablar oxumuşam, mən klassik musiqilər dinləmişəm, biri deyir filan eləmişəm, biri deyir filan eləmişəm. Bu ruhunu bunlarla doyduran var, dolduran var. Bir baxsın, görsün ki, cismini ocur eləyib, yola verdi. Gülüş ruhu nə bilim neynir? Mən gülüş bəxş eləmişəm. O deyir nə ağlamaq ömrü uzadır, bu deyir gülmək ömrü uzadır. Hərən bir baxış var. Bütün bu baxışları qoyursan yan-bayan, insafla birini seçirsən ki, doğrudan da görəsən, mənim ruhumun nəyə ehtiyacı var? Mənim yox ha, insanın. Halbuki Quranda da Allahın mühatəbi, yəni danışdığı varlıq, nə kişidir, nə qadın. O dünyada hüquqi məsələlərdə ola bilər kişi-qadın məsələsi. Qur'anın müraciəti insanadır. İnsanın ruhuna, ruhun cinsi olmaz. Ərəb dilində də bilirsiniz də cins var da, qadın cinsi, kişi, o ruhun cinsi olmur. Ruh hələ ruhdur. Bir də adət-ənənə ilə gələn məsələlər var da bizdəki. Sağ olun, indi ona da keçirəm. O da böyük bir bəladır. Bəla. Bəli, insanın əqidəsi olmalıdır. Dini əqidəsi olmalıdır. Elədir, dini kimliyi, yoxdur. Əqidə ərəb sözüdür. Uqad sözündəndir. Ərəb dilində uqad, əqd. Düyünə deyərlər, düyün. Məsələn, kəbinə deyirlər əqd, düyün. Niyə? Biz toya düyün niyə deyirik? Toy düyün. Oğlanı qıza düyünləyirsən də ikisini bir-birinə bağlısı, o mənadadır. Əqd. Əqidə, həmin o əqd, uqad sözündəndir, düyün. Yəni, bu qəlbə düşən düyün. Təfəkkürdən süzülməlidir, Gəlib qəlbidə düyünlənməlidir, söhbət bağlandı. Yəni, bu budur. Bunu mən bu qərara gəldim. Düyün vuruldu bu. Mənim əqidəmdir. Mənim atam olub müsəlman, mən müsəlmanam. Hələ əqidə olmur. Bəlkə ata-babam səhv yolda olub. İnsan öz əqidəsini neynəməlidir? Təftiş eləməlidir. Araşdırmalıdır, mütləq mənada. Mən hansı məzhəbdənəm, mən hansı dindənəm, Bəzi məsələlər var ki, hündə qurban Allah, Azərbaycanlıyam, burada doğulmuşam, Azərbaycanı da sevirəm. Qismətin deyil. Doğuluydım Afrikada, ölərdim onlar üçün, məsəl üçün. Azərbaycanda doğulmuşam, Azərbaycanı sevirəm də. Nə var ki? Allah mənə bunu qismət edir, məndən asıl olan şeydir. Amma əqidə məsələsində mən azadam. İnsan zaten seçimində azaddır. Və o seçimin azad olduğu seçimə görə də cavab verəcək. Ən böyük hələ cavablardan biri sənin seçimindir. Sən haçan qoydun qabağa müxtəlif əqidələri, onları qoydun bir tərəziyə və nəyə görə bu ağır gəldi bunu seçdin? Buna öz içində, öz vicdanına nə cavab verə bilirsən? Allatmaq yox, vicdanı yalandan susturmaq yox. Həqiqətən də. Ona belə çıxır ki, bir insan digər dinləri də araşdırmalıdır deyə bir şey var ki, o tapsın. Əgər fikri azaddırsa, bu məsələn dediyim, hansısa bir yaşa gəlib, artıq dərk eləyən bir yaşa çatanda, öz dinində, doğulduğu coğrafiyada, məsəl üçün, Azərbaycanda doğulubsa, indi bir çoxla adət-ənənə dediyimizdən artıq İslam dinində göz açır və hər şeyi İslamın qaydası, müəyyən qaydaları ilə bunu görür. O digər dinləri də araşdırması, ona Onda elə çıxır ki, ömrünü sərf eləyəcək buna, elə araşdırmada qalacaq. Tam dərin araşdırmadan getmir də məsələ. Mütləq qabağına çıxan hər bir həqiqəti araşdırmaq o demək deyil ki, geçsin, otursun, kitabxanada kitabları axtarsın, girsin, Google-da vursun ki, harada nə din var, yox, ondan yox. Sənin qabağına hansı həqiqətlər çıxır, hansı sözlər çıxır.
Məsəl üçün də bu yaşadığım dönəmdə bu xristian da var. Məsəl üçün bütpərəst də var, atəşpərəst də var. Mən bir baxıram, bunlar çıxır qaban, bu belə deyir, o belə deyir, bu belə. Ən azından bunların arasında bir fərq, ən azından bunların arasında hansı daha üstündür, onu görə biləsən. Bu danışdığımız məsələ kimi cəmiyyətimizdə İslami yaşamaqda ən çox hansı çətinliklərlə üzləşirlər? İslamı yaşamaq üçün heç bir çətinlik yoxdur əslində. Amma bir dənə çətinlik var, insanın öz nəfsi. O bəhanə axtaran adamlar var. Yox, zaman o deyil, mühitim o deyil, filan o deyil. Vəziyyətim o deyil. Bunların hamısı bəhanədir. Sən İslam yaşamaq istəyirsən, düşdüyün mühit, o mühitdə pislə, zülm, zalimlə yox, zülmlə mübarizə elə. Bu zən ibadətindir. İslamı cür yaşadarlar da. Yaxşı, sənin üçün bir dənə məkan düzəldəysən, heç bir problemin olmasın. Səhər dur, Rahat. ged, namaz var, rahat, gəl falan. Hələ bu İslam odur bəyəm. İslam hələ mübarizətdir. Amma zülmlə səhv salmayaq. Zalimlə işin olmasın, zülmlə mübarizə var. Zülm başlayır sənin öz içindən. Özün kimlərə zülməyirsən, o zülmü boğ. Zülmü boğandan sonra zalim avtomatik olmayacaq. O periodu keçməlisən də, o özündə Mütləq mənada. Onu keçməz. O ümumiyyətlə sən haqla batili bilməlisən nə olan şeydir. Ay filan kəsin mühiti yaxşı mühitdir filan. Yaxşı deyil, daha yaxşı. Mübarizə aparsın mühiti ilə. Amma düz mübarizə. Don Kixotun dəyirmanla vuruşmağı kimi yox. Düzgün mübarizə. biz insanların özlərini müsəlman adlandırmaları ilə əslində dinə nə qədər bağlı olmaları arasında hansı fərqləri var? Buna müxtəlif formalardan baxmaq olar, müxtəlif aspektdən. Məsəl üçün, müsəlman, şəriətlə müsəlman odur ki, Allahın birliyini qəbul eləsin və sonuncu Peyğəmbəri qəbul eləsin, olur müsəlman, elə şəhadəteyn. La ilahə illallah, Muhammed Rasulullah. Budur. Oldum müsəlman. Yəni, hansı formada oldum müsəlman? Yəni, paksan. Axı, kafər pak deyil şəriətin qanunu ilə. Sən oldun pak, bu bir. Sənin kəsdiyin heyvanın məsələsini müsəlmanlar yiyə bilər. Müsəlmanam deyə bilərsən. Hə, bunu müsəlmanam, yəni təslim oldum. Bunun ibtidai tərəfi, bunun zahiri tərəfi. Onsuz onun bir şərtləri var ki, sən ki müsəlman olmusan nə deməkdir? La ilahə illallah boşsuzdur. Allahdan başqa məbudu yoxdur. Onun içində bilsiz nələr var. Ona əməl eləmək lazımdır. Onun içərisində o var ki, içindəki bütün bütləri sındırmalısan. Ən böyük büt sənin neyin uğrunda yaşadığındır. Həyatda neyin uğrunda yaşayırsan. Cəhd eləməyin nədir? Səyin nədir? İnsanın qiyməti onun səyi içəndir. Səyin nə qədərdirsə, qiymət də o qədər. Biraz şeydən danışmaq istəyirəm. Müasir dövrün tələbləri, kapitalizm və texnoloji yeniliklər, son illərdə olan başımıza gələn süni intellekt və s. Yəni, həddən artıq sürətlə inkişaf edən dünya texnoloji tərəfdən. Əsrlər öncə dinin irəli sürdüyü tələblər və müasir dövrün ünsürləri arasında qızıl ortanı necə qorumalıyıq və peyğəmbərlərimiz sosial həyatdakı davranışların müasir dövr üçün hansı dərsləri çıxarmaq olar? Mənə də maraqlı gələn odur ki, görəsən bu müasirlik, bu texnologiya, bu nə bilim, bugünkü ab-ı hava, axı din harda geri qalmışlıq eləyir, harda səni qoymur ki, tərəqqi eləyəsən. Dinin davası sənin əxlaqınlandır, təfəkkürünləndir. Ki, əxlaqsız olma və sağlam təfəkkürdə ol. Ondan başqa din nəyə müdaxilə eləyir axı ki, yox, sən olmaz, bu iş eləyə bilməzsən, o iş eləyə bilməzsən. Bəli, bugün durub deyərsən ki, din məsələn faizlə pul verməyə icazə vermir. Bugün bütün dünya bank, kredit, zad, bunlar hamısı bu işin, bəli, din icazə vermir. Əslində onu sual vermək. Əslində sualım o hissəsi o idi ki, yəni kapitalizmdə İslamda iqtisadi ədalət. Kapitalizm düzələməm onu
vurğuladım ki, Nə qədər uyğun gəlirdi o vaxtki əslində qanunlarla. uyğun gəlmir, amma hərdən elə olur ki, düşdüyün mühitdə başqa çarə yoxdur. Ona dində iztirar, yəni zərurət, istirar deyərlər ki, zərurət halında da məcbursan bunu eləməyə. Amma gəlin düz danışaq da, bu hələ bu sistem var ha, bank sistemi ya. Bu cəmaatı bədbəxt eləyən onu deyir. Bugünkü sistem. Amma o da olmasa kapitalizm də olmazdı. İndiki İndi insanların başqa yaşayışı da variantlar olmazdı. da var, falan da var. Onda işimiz yoxdur da hələ də. Nədir? Əgər imkan versələr, çox şey olar yaxşı. Yəni mən məsəl üçün Amma din, yenə də deyirəm, din heç bir müasirliyə, heç nəyə qadağa qoymur. Sadəcə olaraq din deyir, əxlaqsız olmaqdardır, getdi, pis söz deyir. Peyğəmbərlərimiz necə yaşayıblar? Hər dövrə uyğun. Dəvə olub, at olub, ulaq olub, miniblər. Maşın olsaydı minəcəydilər. Burada nə problem var, məsəl üçün, nə desən, din ona müdaxilə eləyir, onun yaxşı tərəfini göstərir də. Din səni qadağan eləyir telefondan, mobil telefondan iş görməyi. Yox, qadağan eləmir. Amma deyir ki, orada haram eləmə. Sən indi o din dediyinə riayət eləsən, o cür iş görsən, haram etməsən, nə gözəl olar. məsələn deyim, mənim eşitdiyim bir dənə, mənim çətinlik çəkdiyim və həmişə sual altında qalan məsələ nə idi? Əvvəlki dövrlərdə, peyğəmbərlərimizin vaxtında ticarət biraz fərqli olub da, yəni tacirlik və ticarət biraz fərqli olub. Hansısa müəyyən bir məhsulu almaq, onun üzərinə pul qoyub satmaq da ki, onun halal və haramı var. Sən nə qədər pul qoya bilərsən üstünə, hansı faizdən yuxarı qoya bilmərsən, qazancın necə olmalıdır. Yəni bir o vaxtki tacirliklə və o vaxtki ticarətlə indiki çox fərqlidir. Məsəl üçün indi mən hal-hazırda oturub 5 saniyə və ya 10 saniyədə fikirləşdiyim internetdən istifadə edib də beynimin məhsulumu deyim, texnologiyanın bu məhsulunu deyim, qoyub da internetdə pul qazanmaq variantlarım var. Yəni halal söhbət qazancdan gedir. Hansı qumar və s. pis vərdişlərdən istifadə etməyərək. Bunun faiz nisbəti necə olmalıdır ki, mən bilim ki, mən artıq pul qoymamışam və kimisə cibinə girmədən mən o pulun halal sayılır. Əgər onun Siz bir bunu hardansa raskodu eşitmişsiniz də. eşitməm, mən həyatımda yaşadığımı deyim. Mən hazırda eşitmişsiniz yaşadım. ki, qabaq belə olub ki, faiz olub. Bundan bəzi adamlar var, İslamda var. Hətta deyir, gör yanında bir dənə ruhani var ha, onu da özünə təsdiq edib, filan kəs daha yaxşı bilər və mənə təsdiqləyər. Dində məsələn ki, 12%, ay yoxdur belə bir şey. Ne deyirəm faiz, yəni ki, bu qiyməti aldım, mütləq mən bu qədər sırf faiz olaraq yox. Yəni əziyyətini çəkdiyin işinin və yaxud bir məhsulu bir satışa çıxardığın vaxtı ona dəyərindən artıq qiymət qoyulmağın məsələsi səhv eləmirəmsə var. Yəni sırf orada faiz məsələsi gedir. Dəyərindən insafsız bir iş görsən haramdır, təbii ki, insafsız iş görsən. Amma bugünkü iqtisadiyyatla filanla ayaqlaşmaq lazımdır. Sən bir iş görürsən, heç olmasa sən bütün günü əlləşirsən, bir dənə iş görürsən, onu hələ bir qiymət qoymalısan ki, bugün sənin setqonda olsun da ən azından. Bunun üçün o bəhsi məkasib lazımdır. Ayrıca bir dənə bu barədə bəhs var da, bir elm məkasib kəsbikarlıq. Onun iqtisadi məsələlər filan, onun öz qanunları var. Ancaq bu o demək deyil ki, din bir dənə qanun qoyub ki, filan mala filan qədər qiymət qoya bilərsən, ondan artıq qoya bilməsən, belə bir şey yoxdur. Haram olan şeylər var, məsəl üçün möhtəkirlik. Möhtəkirlik nədir? Süni yoldan qıtlıq yaratmaq, bir şey özün alırsan, bazardan yığışdırırsan ki, qıtlıq yaransın, sonra onu baha qiymətə satırsan. Monopoliya falan. Yox, monopoliya başqa şey, o inhisardır. İnhisar hasar sözündəndir. Eyni kateqoriya aid deyil. Hasardır. Yox, o da haramdır, bu da haramdır. Hasar çəkirsən, monopoli ki, məndən başqa bu işlə heç kəs məşğul olmur. Bunu inhisar, hasar sözündəndir də. Hasar çəkirsən, monopoli, bəli. Bu cür məsələlər var, təbii ki, bunlar haramdır. Bu öz yerində. Amma ki,
filan mala filan qiymət qoymasan, filana filan faiz artıq bu qiymətə alıb bu qiymətə ucuz qiymət düşüb almışam. Məzəndə deyərlər də, məzəndə də filan qiymətə də satıram. Nə var burada? Bir də axır vaxtlar internetdə gəlir əldə edirəm deyəndə eşitdiyim və gələn sözlər. Təbii ki, bu nə qədər reallığa və dinin, belə deyim, qanunlar, İslamın qanunlarına aiddir, yoxsa yox, tam dərinliyini də bilmirəm, amma sual olaraq verirəm. Məsələn, misal gətirirəm də, hansısa bir applicationdan, mobil tətbiqdən istifadə edir. Deyir ki, sən bunda qazanmağın sən haramdır. Deyirəm, niyə? Deyir ki, bunu müsəlman yaratmayıb. Digər dində və yaranan bir şeyə... Elm adamı bu sözü deyə bilməz. Bilirəm elm adamı deyir, mən də onu şey eləmirəm. Amma insanların düşüncə, yəni bu adət-ənənə ilə gələn İslamda olan insanlar və özünə müsəlman deyən insanlar özün hansısa bir çərçivənin içinə salır ki, bu belə haramdır və onu yaşayışın onunla çətinləşdirir. Asanlaşdırmaq əvəzinə daha da çətinləşdirir. Ən məzlumi elə dindir də. Bizəm bir mövzu ki, düşür dinlə. Hamı olur əllamə, başlayır öz fikirlərini deməyə, öz də dinin adı ilə. Ən ağır məsələ. Bu şayə az yerdə deyil də, yəni bir çoxlarının fikirləşdiyi fikirdir. Yəni bir var 10 adamın biri fikirləşir. İnsanların əksəriyyəti o cür nədir də? İnsan, bilirsiniz necədir? İnsan öz nəfsinə xatir yaşayanda, ego ilə yaşayanda özünün gəldiyi nəticə var, özünün fikirləşib tapdığı və gəldiyi nəticə. Onun üçün həmən o nəticə Quran ayəsi kimi bir şeydir. Vəhy-i münzəldir. Mən bu qərara gəldim, çox ağıllı şeydir filan. Biraz da işləyir bu fikrin üstündə. Olur onun üçün büt. O söz, ki, bu belə olmalıdır. Gör, biraz işi çətindir. Mənim aləmdə bu belədir, sən özün bilərsən. Öz fikrindən gedir. Bəs Rəbbil aləmin harda qaldı? Rəbbil aləmin var, axı, aləmlərin Rəbbi var. Bu sənin aləmində belədir. Bəs aləmləri yaradan Rəbbin qanunları bəs harda qaldı? Bu qədər danışdığımız indiyə qədər məsələlər, texnologiya, inkişaf, dünyanın inkişaf eləməsi və s. Gələcəkdə İslam dünya miqyasında rolu necə dəyişə bilər? Bu gedişatla bilmirəm hara gedər, amma ki, inşallah ki, dünya yesiz deyir də, Allah bir bəndəsinə mütləq bir nicat verəcək. Biz bu ümidlə yaşayırıq. Bu ümidlə. Amma ümumi vəziyyət çox pisdir. Yəni ki, insanların düşüncəsi. Birinci inqilab insanın təfəkküründə olmalıdır, düşüncəsində olmalıdır. İnsanlar sağlam düşünə bilməsələr, sağlam seçim edə bilməyəcəklər. Ancaq budur məsələ. Düzgün, sağlam təfəkkür, düzgün düşüncə. O bayaq dedi ya, namaza başlayır məsəl üçün. Niyə başlayırsa, sən araşdır yine ki, doğrudan da ruhun buna ehtiyacı var. Necə yeməkləri araşdırırsan, bunu xoşlamıram, bunu biraz qurut, bunu biraz qızart, bunu nə bilim, soğanlı elə, bunu soğanlı, nə bilim, biraz çox qurut. Bu cür nə, bu cür nə? Cismə o cür ki, qulluq eləyirsən, bir dənə bax da ruh nə istəyir? Dərk etməlisən də. Bunu düşünmə, o demək deyil, sən bunun üçün alim olmalısan. Yox, vallahi lazımdır. Bir dənə hər şey kənara qoyub normal bir düşünəsən. Normal düşünə bilən insanlarla ünsiyyətdə olasan. Bir analitik təfəkkürün olsun. Bunlar olsa, heç olmasa bir sağlam bir cəmiyyət, ideal bir cəmiyyət əmələ gələr. İdeal cəmiyyətə əmələ gələndən sonra Allah ona bərəkət verəcək. Amma siz cəmiyyətlə iç-içə olan insanlardansınız da, hansı ki görürsünüz məscidlərdə falan insanların yanaşması, dinə yanaşması, özlərinin davranışları. Bu dediyimiz periodda hansı dəyişikliklər var? Yəni üzü müsbətə tərəf gedir, yoxsa mənfiyə tərəf? Biraz baxış fərqli ola bilər bu məsələlərdə. Zahirən baxırsan pisliyə doğru gedir. Zahirən. Amma bəndə sıxışmasa Hızır yetişməz, belə bir söz var ha. O pisliyin içərisində bir dənə yaxşı var ki, ora doğru gedir bu. Təbii ki, biz
o pisliklə razılaşmamalıyıq. O pislik bizi narahat eləməlidir. Düz. Amma bütün bu gedişat hələ bir yerə gedir ki, inşallah ki, nicat olacaq. Nəsə olacaq, yaxşı mənada. Amma təbii ki, görmürsünüz ki, ya, hər yerdə haqsızlıq, burada müharibə, burada belə insanlar bir-birlərini didib parçalayır. Bu qədər pislik yaxşı bir şey gətirəcək deyirsiniz. Allah özü vədə verir də, deyir, hər çətinlikdən sonra mütləq bir asanlıq gəlir, rahatçılıq gəlir. İnşallah. İslamda qadın və kişi hüquqları necə müəyyən edilir və bu müasir gender bərabərliyi anlayışı var da, əsas indi trenddə olan gender bərabərliyi ilə necə müqayisə edilə bilər? İslamda o cür bərabərlik deyilən bir şey yoxdur, amma İslamda hərənin öz hüququ var, kişinin kişi hüququ var, qadının qadın hüququ var. Və İslamın bayaq dedim də, dinin mühatəbi, Quranın, Allahın mühatəbi nə kişidir, nə qadındır, insandır. Allah Teala qanunları elə qoyub ki, insanın fitrətinə uyğun qoyub. Qadının öz fitrətinə uyğun, kişinin öz fitrətinə uyğun. Yaradılışına yəni. Ona uyğun qanunlar qoyulub. Araşdırsan, bunlar elə formada qoyulub ki, birisi ola bilsin buna o icazə verilir, ona icazə verilmir. Bu deməkdir, o aşağıdır, o yuxarıdır. Xeyr. Yaradılış baxımından qadın zərifdir, zəif deyil, zərifdir. Və kişi onun zərafətini qorumalıdır. Ona görə qadına məsələn cihad vacib deyil, kişiyə vacibdir. Misal üçün da bu cür məsələlər. Ki o bundan asılıdır o cür nə yox, kişinin boynunun borcudur ki, qadını dolandırsın. Çünki onun gücü var, qüdrəti var, qüvvəti var, getməlidir, işləməlidir, hər nə etməlidir, halal çərçivədə təbii ki. Gəlib onu təmin etməlidir. Bu pisdir, deyir, qadınınızı qoruyun da. Din qadağan eləmir. Qadın da işləsin. İnsandır da, ictimai varlıqdır, işləsin də, din dedi işləmə. Təbii ki, qarşılıqlı razılaşma olsun da, bu əri ilə razılaşsın, işləsin də. Axı, bəzi məsələlərdə Allah Teala qadına hələ bir dənə böyük hüquq verir ki, qadın hər şey eləyə bilər yaxşı mənada, o hüquqla. Amma bəzi məsələlərdə də məsələn, kişini önə çıxartır, amma yenə də əziyyəti kişiyə verir Allah ki, əziyyəti kişi çəksin. Çünki o biri tərəf zərif məxluqdur. Fiziki gücdən dolayı belə deyilir də ya. Bəli də, təqribən elə. Yaxşı, Allahın insanı sınağa çəkməsi rəhmət əlamətidir, yoxsa ədalətin təcəssümüdür? Onun üçün biz bilməliyik, ədalət nədir, rəhmət nədir? Bunlar fərqli şeylər deyil əslində, onun içində bu, bunun içində o var. Amma Allah deyir ki, mənim rəhmətim bütün sifətlərimin önündə gedir. Konkret olaraq Əli əleyhissalamın bir sözünü deyir ki, bəla rəhmətdir. Deyirlər ki, nə deyirəm, bəla rəhmət, hələ şey var. Deyir ki, bunun iki tərəfi var. Ya hansısa bir günah eləmsən, Allah cəzasını verir sənə. Ya da ki, səni imtihan eləyib dərəcə verir sənə. Mükafatlandırmaq istəyir, imtihan eləyir səni. Hər iki tərəfdə rəhmətdir. Günah eləmsən, burada cəza verir ki, ora saxlamasın, ahirətə saxlamasın. Burada istəyir ki, səni təmizləsin, ora təmiz aparsın. Bu bir rəhmət. İkincisi də ki, məqamını qalxızırsa, nə gözəl, Allah səni ziyarət edir. Bəla verir ki, bəla yəni imtihan da. İmtihan verir sənə ki, məqamın qalxsın. Allah Seyyid Ezmə rəhmət eləsin, deyir ki, mənə qibdə edirlər ki, sənə yarın cəfa qılmır. Mənə paxıllıq eləyirlər ki, yarınla vəziyyətin yaxşı deyil, o sənə əziyyət vermir. Deyir, mənə qibdə edirlər ki, sənə yarın cəfa qılmır. Məgər mən xatiri canana düşdüm ki, cəfa qılsın. Mən çox yadına düşürəm ki, mənə əziyyət də versin. Qalma biganə mənə, bari cəfa olsa da ver. Bu dağın başına düşmüş yenə də qarəvəsi.
Ona görə Hər iki halda fikirləşməlisən ki, Allah mən halda istəyir. bəli Allahın rəhmətidir və həm də ədalət. Allahın məgər rəhmət ədalətindən kənardır. Hə, o ki qaldı ədalətlə rəhmətin fərqini. Bax misal üçün bir nəfər vurub mənim yaxınımı vurub öldürüb. Mən də onu öldürsəm, ya ölməkdən danışmıyor da yazır. Bunu keçir. Bir nəfər məsəl üçün 10 manatlıq malı əlim yandıda 2 manata satır. Bəli. Satır fakt bunu. Mən 2 manat versəm ədalətdir. Düzdür? 2 manata satır, 2 manat verirəm. Bu ədalətdir. Və yaxud mən baxıram, görürəm ki, bu 10 manatlıq maldır. Bunu əlim yandıda 2 manat. Mən ürəyim ağrıyım, 5 manat verirəm. Ki, daha bu Onsuz da rəhmət. qabaqdasan. Bu rəhmətdir. Bu artıq ədalətdir, ondan artıqdır. Bir nəfər mənə bir iş görüb mənə qarşı, mən də ona o işi görsəm ədalətdir, bağışlasam nədir? Rəhmət. Rəhmətdir. Yəni, rəhmət həmişə ədalətdir, o ehsandır da. Rəhmət ehsandır, ədalətsə qanundur. Sən indi istəyirsən Allah sənə ədalətlə rəftar eləsin. Allah. Ədalətlə rəftar eləsin, bizim üçün orada işimiz ağır olacaq. Ədalətlə rəftar. Sən istəyirsən Allah sənə rəhmətlə davransın. Sən də insanlarla rəhmətlə davran. Ki, onu alasan. O rəhməti alasan Allahdan. O ədalətlə, buyurdu ədalətlə. Adam var o ədalətlə barışmır. O 2 manata, 10 manatlıq şeyi 2 manata satır. 2 manata satırdın, 2 manata da aldın. Sonra gedir başlayır, deyir ki, məsəl üçün, filan kəs düzgün adamdır. Niyə? 10 manatlıq şeyi 2 manata aldı. Güclə aldı əlindən. Sən satırdın da. Bu da düzgündür. Onu qınamaq. Ədalətlə iş görəni qınamazlar. Allah Teala insanlara deyir ki, insanlarla ədalətlə davranın. Yəni, düzgün. Hələ-hələ soruşurlar, ədalət nədir? Ədalət hər şeyi yerinə qoymaqdır. Nə qəşəng cavab verir. Hər şeyi yerinə qoymaq ədalətdir. İnsanlarla ədalətlə davranın. Amma bəzi məsələlərdə deyir ki, və belə valideyn ehsanı, valideynimizlə, amma rəhmətlə, ehsanla davranın. Niyə? Ədalət belədir ki, başqalarına ədalətlə davranırsan, deyirsən, bu əyridir, bu düzdür, sən səhvsən, mən düzəm, mən səhvəm, bağışla, bu cürlə. Ata ilə, ana ilə səhv düz axtararlar. Problem olar ata ilə, ana ilə. Sən hər halda düzsən də. O ilə deyir, ehsanla davran. Və belə valideyn ehsanı. Və həmçinin də başqa insanlarla Allah rəhmətə çağırır, təbii. Amma ədalət odur ki, zülm eləmə. Kesin haqqına gelmə. Ədalət bu. Mən zülm eləmədim. 2 manata satırdım, 2 manata da aldım. Nahaq bir şey olmasın da ortada. Hamısı həqiqətən. Zülm odur da, haqsızlıq. Zülm o demək deyil. Kimsə yerə yıxıb, qışqırda başını kəsəsə, zülm ondan ibarət. Zülm bir şeyin haqqını tapdalamağa deyir. Ona deyərlər zalim, haqqı tapdanlana deyərlər məzlum. Bu cürlə. Bəndə Allahdan qorxmalıdır, yoxsa Allahı sevməyə kifayət edir? Qorxusuz sevgi mümkün deyil. Allahdan qorxmaq var. Allahdan mükafatı istəmək var. Allahı sevmək var. 3 hissəyə bölünür də ibadət əhli. Buna Əli əleyhissalam deyir. Birincilə Allahdan, məsəl üçün, cənnət istəyirlər. Onun üçün ibadət edirlər. İkinci tərəf Allahın cəhənnəmindən qorxurlar. Allahdan qorxurlar. Qorxusundan ibadət edirlər. Üçüncü tərəfə əhrarlərdir, azadələr. Onlar Allahı sevirlər və bilirlər ki, Allah bu ibadətə layiqdir. Bu, əslində, həqiqətdə belədir. Amma insanlar bundan istifadə edirlər. Başlayırlar özlərini, məsələn, ibadəti zadı yoxdur. Allaha görə heç bir sevdiyindən əl çəkməyib. Allaha görə. Mən deyir, mən Allahı sevirəm. Allaha sevgim var, içimdə məhəbbətim var. Məhəbbətin göstəricisi nədir? Sizcə nədir məhəbbətin göstəricisi? Fədakarlıq deyil. Bir adamı sevərsə, fədakarlığı var. Vaxtından ayırar,
Nə bilim, lazımdır pulundan ayırar, Nəyinsə lazımdır keçər. canını ver. Nəyinlənsə keçər. Bu fədakarlıq sevginin göstəricisidir. Mən Allahı sevirəm. Bu iddiadayım. Adamlar deyərlər ki, nəyi ayırdın Allah üçün? Tutalım, namazdırsa, namaz qılanları da görürük. Onu qoyaq bir qırağa. Biz də qılmayanı da görürük, qılanı da görürük. Biz də görürük də. Biz deyirik, kim namaz qıldı pakizədir, elə şey yoxdur. Təbii ki, elə şey yoxdur. Sadəcə olaraq bir namaz dediyim bir şey nədir? Allaha neyvi verməkdir. Vaxtı verməkdir də. Vaxt ayırırsan, ondan başqa nə ayırırsan ki? Oruç tutmaq nədir? Nə gün orta yemirsən də. Bir nəfər Peyğəmbərdən soruşur ki, görəsən Allahın nəzərində mən nə boydayam? Diqqət elə. Allahın nəzərində mən nə boydayam? Onu bilmək olar. Peyğəmbər deyir, bəli, olar. Deyir, necə? Olar. Deyir, olar, bəli. Necə? Deyir, sən sevdiyin günahla üzbəüz çıxanda, qarşılaşanda sevdiyin günahla, Allah sənin nəzərində nə boyda olur? Sən də Allahın nəzərində o boydasan. Hər bir insanın sevdiyi, amma günah bildiyi bir işlər var. Bax, nə qədər fədakarsan, Allahı nə qədər sevirsən ki, Allah istəmir bu iş sən görəsən, sən görürsən, nə qədər sevirsən Allahı. O adam ki, iddia edir, mən Allahı sevirəm, sevgidən. Bəli, sevməyin içində qorxu var, yoxsa yox? Bəli, var. Var, itirmək qorxusu. Bəli, o sevgini itirmək qorxusu. Sevgilini yox. Sevgini itirmək qorxusu. Bəli, münasibətin korlanması, bunun qorxusu var. İnsan bu cür nə qorxmalıdır? Əgər sevirsə. O ki, qaldı cəhənnəmdən qorxun, nə olar? Axır bu qorxur da, heç olmasa da, bir şeydən qorxur da. Yəni, Allah bərəkət versin. Qorxusundan belə eləsə, eləyir də, belə deyək. Bəli, yaxşı iş görür də, qorxub, yeyib kimsə öldürmür ki. Qorxub pislik eləmir. Əslində biz də həyatda çox şey qorxuruq deyə etmirik də. Yox, bizdə, əlbəttə ki, Yəni, orası insani elədir. şeyləri Amma qorxuruq. bizdə əsas bilsən nə var? Bizdə yuxarıda yerimiz yoxdur, aşağını da bəyənmirik. Bunun aşağı məqamı budur ki, qorxsun da, eybi yox, yaxşı adam ol. Allahdan qorx, yaxşı adam ol, eybi yox. Bunu bəyəm, yox, mən Allahı sevirəm, qorxmuram. Məsələn, niyə yaxşı adam ola bilmirsən? Allahın hər şeyi bilməsi insanın azad iradəsini məhdudlaşdırmır. Bilmək heç nəyi məhdudlaşdırmaz. Allahın bilməyi, mən bir dənə misal çəkim sizə, misal kimi. Bir müəllimin bilməyi kimidir. Bir müəllim tələbəyə baxanda bilir ki, bu oxuyan olacaq, olmayacaq. Əksər vaxtda da müəllimin fikri düz çıxır, düzdür? Niyə? Praktikasına əsaslanan ki, bundan oxuyan olacaq, olmayacaq. Müəllimin bunu bilməyi nə isə məhdudlaşdırır tələbədə. Yox. Əlbəttə ki, yox. Allah bilir, Allahın elminin uzaq görənliyidir. Allah bilir, bilirsiniz nə deməkdir? Biz nəyi bilmirik? Qeybi bilmirik. Allah üçün qeyb yoxdur. Biz nəyi bilmirik? Sabahı bilmirik. Gələcək. Allah üçün zaman yoxdur. Bizim üçün keçmiş, bugün, sabah var. Allah üçün bir nöqtəcə hər şey. Məsələ budur. Amma insanların da beynində belə o özünü məhdudlaşdırması da var ki, bir şey məsəl üçün baş verir. Əlin ya bir şeyi atmır, ya bilir ki, Allah bilir də olacaq da. Allah bilirsə bir olacaq. Düzgün fikir deyir axı. Təbii ki, o düzgün fikir. O müəllimin İnsanlar bilməyi özləri kimidir. anladılar, bəli. Müəllimin bilməyi kimidir. Tutalım, müəllim bilir ki, o ali məktəbə girəcək, bu girməyəcək. Bunu bilirsə. İndi girən də oxumasın ki, mən girəcəyəm, ali məktəbə, bu söhbət deyil. Və Allah Teala deyir ki, mənim bilməyimi qoy bir qırağa. Mənim bilməyimdə nə işim var? Sizin qiymətiniz sizin səyinizlə ölçünür. Nə qədər səy eləyirsən, çalışmağın nə qədərdir? Mənə lazımdır öyrək, sən mənim üçün neçə min rəkət namaz qılasan. Sən də namaz qılan ol, mən dediklərimi elə, tabi 2 rəkət də qismətin olsa, o mənə bəsimdir. Yəni ki, o biz nəyə bənzəyir? O qarışqa görürlər ki, tələsir də, deyir, hara gəlsən? Deyir ki, o dağın o tərəfində mənim dostum var, ona köməyə gedirəm, dağı çapmalıyam. Deyir, sən dağa, sən ölərsən, sən nə olsan, ölsən də bilərəm ki, dost yolunda öldüm. Məsələ budur. Allahın bizdən istədiyi budur. İnsanların duaları qəbul olunmursa,
Bu Allahın onu sevmədiyi anlamına gəlir və ümumiyyətlə insanların dua mövzusunda etdiyi ən böyük yanlışlıqlar nələrdir? İnsanın nəinki dua, ümumiyyətlə dua özü də bir ibadətdir də, dəvə, çağırmaq. Dəvət sözündən də dua, çağırmaq. Allah'ı çağırmaq özü də bir ibadətdir. Namazın özü də bir duadır. Sadəcə olaraq insan düzgün düşünməlidir. İstədiyi şeyi bəyan eləməlidir Allaha. Amma duadan məqsəd mən acizəm sənin qabağında. Dua insana acizliyini göstərmək deməkdir. Yəni biz elə bilirik ki, ay Allah filan şey getir mənə. Əlin çatmır, qismət olmur sənə, onu istəyirsən. O dövr dua, tək o deyil, o da duadır. Məsəl üçün, dua əslində dua bilsən nədir? Əlində bir şey var. Məsəl üçün, sudur. Götür suzumusan, o suyu götürüb içəcəksən. Bismillahla başlayırsan, bu özü duadır. Ki, ilahi, mən bunu içirəm, ha. Bunun tərkibinə sən vermirsən ki, mən elə yaratmışsan ki, mən susuzluğumu yatızdırır. Bu qüvvəti sən vermirsən ki, ilahi, bu suya mənim susuzluğumu yatızdırsın. İçdin, bismillah. İçdin, susuzluğun yatdı. Susuzluğun yatdı. Duan qəbul oldu, elhamdülillah. Yəni, Allahdan nə istəyirəm, sudur da, içirəm, susuzluğumu yatızdıracaq. Allah hələ bir dənə iş görər ki, su içərsən, susuzluğun yatmaz. Belə bir xəstəlik var. Suyu tapa bilməzsən. Yox, suyu tapmısan, hər şey də var. Yemək də var, yiyirsən, doymursan. Su da var, içirsən, susuzluğun yatmır. Siqnalın işləmir. Pozdu da Allah. Bunu Allah qoymayıb səndə. Allah bir dənə canlı yaradır ki, havasız ölər. Bir dənə də canlı yaradır ki, susuz ölər. Hava ilə yaşayan suda boğulur, ölür. Su ilə yaşayan havada boğulur, ölür. Mühələsini də yaradır ki, orada da yaşayır, burada da yaşayır. Yəni, insanı yaradan ki, Allahdır. Bu şeyləri ki, bu parametrləri ki, qoyub səndə. Əgər Allah istəməsə, bunların birini götürürsə, aləm deyəcək bir-birinə. Bu duadan da məqsəd odur ki, ilahi, hər şeyi sən eləyirsən. Mənim sadəcə olaraq, ola bilər, əlimdə o imkan olsun, o da sənindir. O da sənindir. Mənə doyuzdurmaq hissini verən də sənsən. Susuzluğun yatmaq hissini verən də sənsən. Ümumiyyətlə, hər şey sənin əlindədir, dua budur. Və hər şey sənin əlindədir. Mən istəyirəm filan şey olsun. Diqqət elə, filan şey olsun. Amma bu o demək deyil ki, o nə olursa olsun, o baş verməlidir. O sənin ziyanı varsa olmayacaq, Allah verməyəcək onu sənə. Eynən bənziyir də o uşaq dirəşir valideyninə filan şey istəyirəm. Allaha o cür nə yaxınlaşmalısan, filan şey israrla, ərklə istəməlisən. Necə? Uşaq niyə görə valideyninə ərklə istəyir? Çünki bilir ki, onu sevir, onun üçün eləyəcək onu. Sən də o cür inan elə, gör duan qəbul olur, olmur. Sən nə boyda eləmisənsə duanı, Allah o boyda verir sənə. Və eləyən adam da, dua eləyən adam da. Həmişə bu iddiada olur ki, sən gecə-gündüz istədim, ağladım, sıdqadım, vermədi filan. Seyyidəzim nə deyir? Dedim, vüsalın üçün çox dualar eyləmişəm. Dedim, vüsalın üçün, qovuşmağın üçün çox dualar eyləmişəm. Dedi, çatıbdır sənə, etdiyin duaya qədər. Nə qədər dua eləmişsən, o qədər vermişəm. Bu bəddualara da eyni şey aiddir. Yox, bəddua... Bəddua da əslində bir duadır da. Yox, o dua deyil. O dua deyil, ona mübahilə deyərlər, belə bir şey var. O gəlir, o yerə gəlib çıxar ki, ya sən haqq deyirsən, yoxsa mən haqq deyirəm. Falan gəl mübahilə eləyək. O da bir dua kimidir. Çağırış, yəni Allahı çağıraq ki, kim haqsızsa Allah ona bəla versin.
Bu cür şey var. 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 Belə var. Yoxsa ki, filan kəsə qarğış edir, filan kəsi söyür. Əgər ona layiqdirsə, bəli. Və yaxud lənət oxuyur. İndi bir məsələ var ki, o lənətə layiqdirsə, bəli, şamil olur. Layiq deyilsə, bu özünə qayıdır. Bu da var axı. Allah insanı bağışlamağa həmişə hazırdırmı, yoxsa bəzi günahlar bağışlanılmazdı? Allahın rəhməti hər şeydən böyükdür. Hər halda insanın günahından da böyükdür. Əgər insan doğrudan da bağışlanmağını istəyir, anlayır, istəyirsə, mümkün deyil Allah bağışlamasın. Mümkün deyil. Nə boyda günah olur olsun. Həqiqətən insan Anlayırsan. düzəlmək istəyirsə, o övladından bezən valideynlər var, ki də o qədər buna pisdir. Həqiqətən bilsə ki, bunun övladı düzəlmək istəyir, nə qədər pislik eləmiş olsa da belə. Valideyn bağışlayar da hər halda. Hə? Valideyn bağışlayırsa, Allah bağışlamaz səncə. Allah hər halda valideyndən də mehribandır. Oruc sadəcə ac qalmaqdır, yoxsa ruhani bir təmizləmək də mənasını verir? Oruc sadəcə ac qalmaq deyil. Orucu batil edən başqa şeylər də var. Amma tək yenə də onlar deyil. Orucun özünün məxsusi elə bir ibadətdir ki, o. Özünün sirləri var. Və bunun üçün də geniş bir dənə vaxt lazımdır bu haqda danışmağa. Amma Quran özü deyir ki, لَعَلَّكُمْ تَتَّقُونَ Təqvalı olasınız. Bizi təqvalı eləmək üçündür. Orucluq. İndi orucu batil edən şeylərdən biri də yemək, biri də içməkdir. Və insan da adət eləyib də, məsələn, atışdırmağa, filana, biraz onun o adətindən çıxır deyə qəribə gəlir ona əvvəl. Bir dənə bu yiyib içməyə gətirib qoyurlar ortalığa. Amma oruc, əgər doğrudan da Allah bizdən təqvalı olmağı istəyirsə, orucdan məqsəd təqvalı olmaqdır. Və qəribə bir şeydir ki, yemə, içmə. Haram yeməyim, içməyim, haramı zaten yemirsən, içmirsən. O halal şeylərdən yemə, içmə. Yəni, haradasa Allah Teala deyir ki, bəsdə o bayaq elədiyimiz söhbət var deyə, bəsdə cismimə qulluq eləsin. Biraz diyan. Gör ruhun nə deyir? Axı, səndə o da var. Yəni, bax ona görə o nə istəyir? Ona görə də o müstəhəbi oruclar buna kömək eləyir. Rəcəb ayında, Şaban ayında olan oruclarda tutursan, onda artıq ruhunla rahat danışa bilirsən. Mənəvi bir aura əmələ gəlir insanda. Düşüncə biraz fərqli olur. Allah Teala deyir ki, bir dənə gir də, o aləmə də gir də, bir dənə çıx da, bu xunadan çıx da bu ayrıda. Yəni, başqa aləmlər də var da, bir dənə gir ora, gör orada nə var. Az qalmaq, bir də səbr etmək də. Hamımızın bildiyi, eşitdiyi orucluqda ac qalmaq və səbr etməyə öyrənirik və o xüsusiyyətləri qazanırıq. Və ondan başqa hansı xüsusiyyətlər qazanır insan oruc tutarkən? Mən bilmirəm, o ac qalmaq və səbr etmək harada yazılıb, qeyd olunub. Amma ki, insan tabii ki, yemək yemir gün orta. Nə qədər ki, gün Yəni, nəfsinə gəlir. Bəli, nəfsə sahib çıxmaq və Allahın bəzi halallarından çəkinmək. Onsuz da adam var, elə gündə bir dəfə yiyir, hansı problem yoxdur. Məsələn, bu var da. Məsələ odur ki, insan özünə, öz nəfsinə yox deməyi bacarmalıdır. Yox. Çünki insan öz nəfsi ilə o da mehriban münasibətdədir. Nə istəyir verir ona, nə istəyir verir ona. O çox ərköyün olur, nəfs. Orucluq odur ki, nəfsi deyir ki, diyan da, bir diyan. Tərbiyələndirirsən. Biraz diyan, biraz səbr elə, gözlə, filan, bu var. Amma daha nələr var, insan az qalanların halını bilir. Bəs az qalıb da
axşam saat iftar vaxtına qədər, axşama qədər ac qalıb, iftar vaxtında dəbdəbəli yemək, iftar süfrəsi, bolluq, hamısını belə mədəni belə doldurmaq eşqi. O nə dərəcədə doğrudur, Ümumiyyətlə hər şeyə düzgündür. din pis baxır ki, Əleyhisselamın hədisi var ki, mədə özü deyir, heyvan qəbirstanlığına döndərməyin. İmam Sadiq Əleyhisselamdan hədis var ki, mədə nə boydadır? Bunun 1/3 yeməyindir. 1/3 suyundur, 1/3 havandır. Belə çıxır ki, bitkə kifayət eləyir də. Zaten oruç tutursan, mədun yığılır, sonra birdən-birə o özvə ziyandır falan. Yox, din bunu demir ki, günorta eləmədiklərinin də qəzasını elə ginən. Ona o düzgün deyil. Düz olan nədir? O dəbdəbəli deyirsiniz, yemək, gözəl süfrə açmaq. Əgər bunu özün üçün şəxsən eləyirsənsə, hə, o bir şey deyil. Yox, qonaqlıq verirsənsə, qonaqlığı öz adı var, qonağın adına layiq açmalısan. O dəbdəbəli, əgər kimi üçünsə eləyirsənsə bunu, bir başqası üçün ehsan eləyirsən də, onu nə qədər dəbdəbəli eləsən, o qədər yaxşıdır. Başqası üçün. Biz kimə onu eləməliyəm? Ehtiyacı olana, yoxsa elə imkanı olan onu eləyənə? Elə bir məsələ var. İlin 12 ayını ehtiyacı olanlar üçün eləməlisən. Müqəddəs Ramazan ayında isə ehtiyacı olanlar üçün də eləməlisən, oruç tutanlar üçün də eləməlisən. Bu hər nədir? Bu imkanlı adamdır. Bu da insandır, baxın, yeməlidir, iftar açmalıdır, bunu demək versən də. Nə var benim? Buna heç bir problem yoxdur. Yəni, biz gəlbiyiz, o səhv tutmaqla yanaşmıyor da ki, biri ehsan eləyir. Ehsan da yaxşı süfrə açıb, daha hər şey var. O da bu ehsan eləyir də, özü səni insanlar üçün eləyib də. Pisdir bəyən, başqası üçün yaxşı dəbdəbəli yemək vermək. Amma bir şey var ki, orucluqda mən məsəl üçün narahat edən məsələ bilirsiniz nədir? Biz əgər nəfsimizə sahib gəlib və həm də ac olan insanları başa düşmək, Bəqərə surəsi 183-cü ayə, o vəziyyətdə olan insanı, ac qalan insanı başa düşmək istəyir, çalışırıqsa bu orucluq ayında, biz niyə onu artıqlaması ilə eləyək və o stolda qalsın, yeyilməsin? Yəni, artıq olan şeylər zaten evimizdən, adət-ənənəmizdən bilirik də, bayramlarımızda pişiririk, doldururuq, xanımlar evdə pişirir. Qalır stolun üstündə, o heç onun onda biri qədər mədəmizə sığmır deyə yemirik. O qalır stolda və artıq bir şey olur da o, yəni belə deyim. Onu da dəbdəbəli mən göstərmə ehsan verirəm. Doldurum stolun üstündə 10 nəfərə 50 şiş kabab. O 40-ı qalacaqsa onun üstündə. Amma onun ehtiyacı olub da onu yeməyən insanlar var axı. Sırf Ramazan ayından söhbət getmir. İlin 11 ayı o tikə kababı belə taplayıb yeməyən adamlar var. İsraf. İsrafdan, hə. İsraf hər halda haramdır. Mən israfdan danışmıram. İsraf əlbəttə ki, haramdır. Amma indi heç sən qalmır. Nə bilim, biz son vaxtlar biz belə şey görməmişik ki, nəsə tökülsən qalsın. Cəmaat yeyir də. Əgər cəmaat yeyirsə, cəmaatın ehtiyacı varsa, bol ver, yaxşı ver, qabiliyyət çıx adamın qabağına. Bu pis deyil, bu yaxşıdır. Amma israf olmasın. İsraf olmasın. Sən 10 nəfərə 50 adamın yeməyini niyə verirsən ki? Elə 50 nəfər çağır, 50 adamın yeməyini verginən də, özü də bol verginən. O yesin. Yeyə bilmədiyində bir yıxsın, aparsın. Amma ver. O gözəldir, əta etmək gözəldir. Fikir versən, hər bir hədis çıxıb qabağımıza ki, ya, İmam, Peyğəmbər desin ki, ya, iftarlara get, məclislərə get, iftar yeməklər. Yox, deyir, ver. Sən ver. Orucluqda iftar vermək savabdır. Yeməkdən getmir söhbət. İftar yemək. Oruç tutan üçün savabdır. Oruç tutmusan savabdır. Amma iftar da verirsən, neçə qat savabdır. Hansısa müəyyən bir səbəblərdən oruç tuta bilməyən insanlar, məsələn, xəstəlikdən, hamiləlikdən,
və yaxud digər qadınlara aid olan məsələlər və kişilərdə də həmçinin. Tuta bilməyən insanlar orucluğun xeyirlərindən alternativ olaraq necə faydalana bilər? Yəni bunun fəzilətindən necə faydalana bilərlər? Ramazan ayının gecələri də fəzilətlidir, gündüzləri də fəzilətlidir. Nə olar, əgər üzürlü səbəbə görə xəstədir, tuta bilmir, dua eləsin, hər gününün əvəzinə bir çörək, bir ehtiyac olana versin, ya onun pulunu versin. Bu formada mən bayaq dedim də, orucluğun sirlərindən də biri odur ki, ac adamların halına yanasan. Və həmən o üzürlü səbəbə xəstə olub tuta bilməyən adamlar günə bir günün kəffarə deyil, ona fidyə deyərlər. Fidyə olaraq bir çörəyin pulunu ya bir çörəyə ehtiyac olana versin, ac adama versin, acı doydursun. Bəs yaxşı, sədəqə vermək, tövbə etmək niyə sırf Ramazan ayında daha fəzilətli sayılır? Əslində bütün aylar Allahın aylarıdır, amma Ramazan ayı Allah Teala bir bəhanə axtarır ki, insanları günahdan təmizləsin, insanlara bir stimul versin ki, məqamdır düşüb əlvüzə, hələ eləyin, mən məsəl üçün deyir, hədiyyatun 2-yə vurulacaq filan, belə şeylər olmur. Bu ne üçündür? Sanla, bu ne üçün? Hədiyyatun 2-yə vurulacaq, şirinlikləndirmək üçün nə öür? Evet. Allah Teala da insanların, bəndələrini şirinlikləndirir ki, düz yola gəlsinlər. İldə 12 ayın yoxdur, bir ay böyük bir daha minist elan edir. Ki, gəlin burada tövbə etmək istəyən var, tövbə eləsin, bağışlayayım, başqa vaxtlarda da bağışlayır, amma burada 2 qat savab yazım sənə, filan eləyim, axırda o təşviqat deyərlərdi ona, şouq eləyir, çağırır, təşviqat. Allah Teala bir bəhanə axtar ki, bəndəsinin günahını təmizləsin və ən azından bəndə də anlasın, başa düşsün, Allahdan bağışlanmağını istəsin və pis iş görməsin. Qədir gecəsini necə keçirməli və hansı dualar etməli və Qədir gecəsini insanlar necə dərk etməlidir? Birinci şərt odur ki, Qədir gecəsinin qədrini biləsən. Qədir gecəsinin qədrini biləsən, əsas odur. Yəni, vaxtı o gecədə, gecənin vaxtını boş-boşuna keçirməyəsən. Yaxşı, neyniyim? Nə eləyirsən elə, nəyi yaxşı bilirsən, yaxşı nəyi bilirsən, yaxşı iş nəyi bilirsən. Kiməsə kömək eləməyi, get kömək elə. Məsələn, kiməsə nəsə öyrətməyi öyrət o gecədə. O gecənin əməlləri minə vurulur da. Nə qədər başarırsan, Yaxşı iş nəyi bilirsən, daha doğrusu nəyi yaxşı bacarırsan. Vaxta qədər araşdır, gör, xalq səndən, insanlar səndən hansı işdə daha çox xeyir görür. Nədə faydan daha çox ola bilər? Bəli. Hansı işdə fayda verə bilirsən, daha çox fayda verə bilirsən. Onu elə. Durub deyərsən ki, bəlkə məhəllə işdə fayda verə bilirəm, ancaq gündüzlər olar, filan. Əgər o gecəni o adamlarla əlaqə saxla, kimlərə ki, faydanı verəcəksən. Vaxtı ona həsr elə. Filan kəs sabah gələrsən filan yerə, sən bu işi düzəldəcəm. Filan kəs sabah gələrsən filan yerə, sən o işi düzəldəcəm. Filan kəs gələrsən birisi gün ora filan. Həmin o gecədə təməlin Həmin gecədə onun təməlini qoy günə söz ver də ki, eləyəcəyəm. Bu işdə əgər fayda verə bilirsənsə. Nə qədər adam səndən nəsə umur, nəsə gözləyir, bu cür fayda verə bilərsən. Ən gözəli budur. Namaz, 2 rükət namazdır, bir dənə Fatihə, 7 dənə Qədir surəsi, 70 dəfə əstəğfirullah Rəbbi və etub ileyh, 70 dəfə əstəğfirullah və etub ileyh. Bu zikirlərdə axtarsın çoxdur da, məndə bir bu zikirləri burada o vaxt ehtiyac yoxdur onu saymağa. Bunlar öz yerində, bunlar gözəl. Amma bir dənə bax da sən daha çox harda fayda verə bilirsən. Əvvəl özünü tanı, axtar tap özünü ki, harda daha xeyirlisənsə. Fərqi yoxdur da təkcə maddi, yəni mənəvi belə xeyrin deyə bilər insan. Allah Teala deyir ki, "Və mimma razaqnahum yunfiqun." Sizə verdiyimdən
ruzilərimdən mən biz vermişiksə, ondan infaq eləyin, siz də verin. Birinə Allah pul verib, pulundan eləsin. Birinə Allah elm verib, elmindən eləsin. Birinə Allah hörmət verib. Adam var da, o qədər pulu da yoxdur. Hə? Elmi də yoxdur. Amma hörməti var. Hansı hallarda oruc açmaq caizdir və bu zaman nə edilməlidir? İstirar vəziyyətlərdir də, yəni ki, xəstəlikdir, şiddətli xəstəliyə düçar olmusan, bədənin tab gətirmir, təbii ki, sındıracaqsan. Ramazan ayından sonra, əgər halın olacaqsa, xəstəliyin daimi deyilsə, gələn Ramazana qədər bir gün qəzasını bir gün tutacaqsan. Və yaxud günorta namazından əvvəl səfərə çıxsan, günorta namazından sonra çıxa bilərsən. Ya lap tezdən çıxarsan, lap gecə çıxarsan, neynirsən elə günorta namazında vətəndə ol da, yəni. Yaşadığın ərazidə ol günə. Vətən nə? Yəni, yaşadığın ərazi, o nöqtə, yox, yəni mən Bakıdayamsa, rayona gedirəmsə, hansı bir... Ay son, hə, son geysən Qubaya. Hə. Haçan yeyirsən, neynirsən elə, zöhr namazında, günorta namazında, Bakıda yaşayansansa Bakıda ol. Olmuramsa? Olmursansa, o orucu batil olur, geri qəzasını tutasın. Mən bu yaxınlarda belə bir şey eşitdim ki, batil olmur. Yəni, istəsən həmin vaxtı tutmaya bilərsən orucunu. Amma əgər iradən varsa, yəni o yollarda yorğunçuluğun falan olmayıbsa, sən gedib orada da davam edə bilərsən. Yəni, bu İslami qaydada şəriətdir. Şəriətdə elə şey yoxdur. Şəriətdə var ki, müsafirsənsə, oruç tuta bilməzsən. Tutsun da boş-boşuna ac qalacaqsan, onun qəzasını eləməzsən. Yaxşı, su içmək Ramazan ayında orucumuzu pozursa, yalan danışmaq, böhtan və söyüş bu məsələ, ümumiyyətlə hər hansı bir haram. Bax, orucu batil edən neçə dənə əməl var da, yemək, içmək filan bunlar. Bu əməllər konkret olaraq orucu pozur. Orucun özünü pozur. Diqqət elə, orucun özünü pozur. Əgər hədəfin oruc tutmaqdırsa, hədəfin bu boydadır, oruç tuturam. Bu 10 dənə şey eləmə, orucun düzdür. Amma Allah Teala sənə hədəf göstərir. Diqqət elə, hədəf. Ləəlləkum təttəqun. Bəlkə təqvalı olasınız. Məqsədin təqvalı olmaqdırsa, orucu gərək elə tutasan ki, gərək heç bir haramı görməyəsən. Elə bilginən ki, konvertin üstünü yazdın, adresi dəqiq. Məktubu yazdın, qoydun konvertin içinə. Məktub hazırdır. Hazırdır, daha deyil. Bir adam sənə deyə bilər, məktub problemlidir. Yox, adresi də düzgün yazmısan, məktubu da düzgün yazmısan, hər şey. İndi getməlisən bunu poçta, bu qutuya salmalısın. Məqsəd bunu yazmaqda nə idi? Qutuya salmaq idi. Elədir. Hələ bir ki, orucu tutursan, o 10 dənə əməli etmirsən ki, orucun batıl olmasın, o bənzər o bir dənə məktubu yazıb üstünün adresini falan hazırlamaq. Amma onunla bərabər bütün haramlardan qaçırsan ki, təqvalı olasan, o yer onu poçta salmaq. Bəli. Sən əgər bunu qutuya salmamısansa, sənə heç kəs deyə bilmək ki, sən məktubu yazmamışsın. Yazmışam məktub. Sənə məktubu yazmışam. Amma qutuya hələ atmamışam. Göndərə bilməmişəm. Yol dilişib qalıb və s. və s. Çox sağ olun, gəldiniz. Allah tutduğunuz oruçlara qəbul Allah eləsin. köməyiniz olsun. Təşəkkür ederim. Minnətdaram gəldiniz. Bizimlə fikirlərinizi bölüşdünüz. Uzun ömür, can sağlığı, xoşbəxtlik. Sağ olun, olsun. Təşəkkür. Sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimlər görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağını, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.